Herkese salam dostlar. Bugün sizlerle birlikte Temu'dan ne aldım onları bile yazdım. İndi ise keçək ne aldıqlarıma. İndi ise baha göre necədir? Deməli, stiker. Belə stiker var. Oy, belə. Bu stikerdir. Yani bunun özelliklerini burada belə yazırıq. Yani sade karandaşı içinde belə var. Yani o olur qələm, belə qələm formasında, amma ki içində belə sadə karandaş ucları 07 uc, 05 uc belə. Daraq. Hə, bunu bildim. Bunun özelliği Hello Kitty'ydi. Belə yazaq. Qayçı seti. Hə, indi bunu bildim. Burada necə deyim sizə? Mən belə bilmədim necə yazım. Ona görə dedim ki, qayçı seti nətər deyim sizə, belə deyim. Onda qayçı seti yəni şeydir. Bir dənə qayçı var. Burada belə olur bu kağızları belə eləyirsən. O bir də ki qeyd kağız var, ürəkli formasında, başqa qalanları bilmirəm. Yəni yazaq ki, dəst. Yazaq belə. Bu arada dostlar, açılım videosu əlbəttə ki gələcək. İnşallah ona da baxarsınız. Yuxu bandı. Hə, yuxu bandı şeydi, pişiyliydi. Yazaq pişiyli. İsti su torbası. Hə, bu Hello Kitty'ydi belə. Gay kağısı. Ha, indi bunu deyim sizə. Burada Hello Kitty, Kuromi, nə bilim, Pompon, Cinnamoroll falan belə gay kağızlar var. Yaza belə Kuromili falan. Oy. Kuru safet, hə. Kuru safet belə deyəsəm bildiyim qədərilə orada yazmışdı ki, paçkayla. İnşallah məni yəni aldatmazlar. Qələm yonan deyək ki, belədir. Bir də mən belə bir qələm yonanım var. Və bu çox da qəşəng işləmir. Mən o yaddan almışdım. Yəni biraz istəmirəm ki, belə çox pulum havaya gelsin. Ona göre de ben belə bir şey qərara gəldim ki, belə olsun. Deməli, bir dənə qələm yonandı. Düzdürmü? Təsvir edin bu. Deməli, bunun şeyi belədir. Pəmbədir və burada belə bir qulpu var. Onu belə çevirirsiniz və orada da belə qələmimiz yonulur. Belə yazaq ki, qolu var. Belə yazaq. Aha, indi isə yazdıq. Lip balm. Lip balm şeydir. Baxın, məsələn, Icon 4-ə baxmısınızsa, orada dodaq balzamı var idi. Mən də onu sifariş etdim. Ona görə yazaq dodaq balzamı. Aha, indi isə yazdıq. İndi isə qaldı çanta. Çanta bunun özəlliyi budur ki, 5 dənə dəsti var. 5 ədəd dəst. İndi 2 dənə çanta almışam. Birincisi 5 ədədli dəst idi. İkincisi isə gəzməyə taxırıq o belə çantalar. Analarımız falan taxar. Ümid edirəm ki. Və onun məktəb üçün çanta. Yazaq belə. Aha, termos şeydir. O belə olur, necə deyim sizə? Başqa cür, yəni bildiyimiz belə bir termoslardan deyil, başqa cürdür. Özəlliyi də bu yazılıb. Boyanın özəlliyi budur ki, çox qəşəng yağlı deyəsən yazır belə kətan kimi. İndi isə yazaq. Aha, indi isə yazdıq. İndi isə keçdi ikincisine, yəni sonradan vurulanlara.
14-cü isə budur ki, böyük həcmli 0.7 uc belə qalınlıqlarda var və onun içində 0.7 uzun belə bir qələmi var. Odur. Bu qədər idi videomuz. Hamınıza sağ olun. Bir də ki, videoya like atıb abunə olmağı unutmayın. Əgər şərhlər açıq olsa da onlara da yaza bilərsiniz. Ürək sözlər bizə. Sağ olun.